Bismillahirrahmanirrahim. 10 dəqiqə qalır, 20 dəqiqə soruşunuzun xidmətçisi. Yarım saat değil, 40 dakika. 40 dəqiqə, bəşdir. 10 yarımız. Bismillahirrahmanirrahim. Gözü yolda gözleyen baltalanmışam. Gözü yolda gözleyen baltalanmış biriyəm ki, ya bir nəğmə ilə ışıl ışıl yaşıllığı tapacağım, ya da ki cansız nəşimi yoldan geçen bir yiğit bayraq tək qollarında daşıyaraq. Bir şair qəlbini şən güllərə şən günlərə sunacaqdır. Ənzab-ı xoydən idi o olaylar və hadisələri ki, Xoyda oldu, Suriyədə oldu, Türkiyədə oldu. Faciəli, fəlakətli günlər öz növbəmizdə onları təsliyyət deyirik. Ölənlərin yeri cənnət, qalanlara səbir, yaralılara da Allah'tan şəfa istərik. Deyir ki, sanmayın Türk-Müsəlman dünyası yıxıldı. Sanmayın Türk-Müsəlman dünyası çökürdü. Türk-Müsəlman dünyası bir başqa bahar üçün sadəcə yapraq tökür. Bu bir münasibətidir. İkinci münasibət Məbəs bayramıdır, sabahlarız. Mən öz növbəmdə Məbəs bayramını bütün möminlərə, hörmətli, ərdəmli, bu məclisdə əyləşən insanlara təbrik deyirəm. Beysət Mevlana da deyirdi, az dirəmha nam şahan bərkənənd, nam Əhməd ta qiyamət برمیزنند. نام احمد نام جمله انبیاست، چون که 100 آمد 90 هم پیش ما. Beysət demək olar bir çağırışdır, bir dəvətdir. Biz gələk özümüzü tanıyaq, özlüyümüzü tanıyaq, özümüzə qeydək, özümüzü kəşf eləyək, özümüzdə bir inkişaflara əl vuraq. Peyğəmbərin də bir dənə böyük risaləti Beysətdə demək olar, bu ola bilərdi ki, ərəblərin yaxələrindən yapışıb, onları titrədib, özlərinə qeytarmaqdır. Xişdən ra adəmi ərzan furuxt, bud ətləs, xix bər dəlqi beduxt. Bunlar özlərini ucuz satmasınlar, özlərinə bir böyük dəyər və ərdəm versinlər. Üçüncü münasibət, Şeyx-ü-Şüəra Üstad Kəriminin dünyadan getməsi idi. Mən bu şair çox bizim xalq ədəbiyyatımızda, ayini ədəbiyyatımızda xidmətlər elədi. Mən tövfiq tapmışdım o zaman ki, danışqahda məsul fərhəngi idim. Bu adamı çağırardım, gələrdi orada bizim danışıqlara, danışardı. Ona görə arzu edirəm ki, onun da yeri cənnət olsun. Çox xoşlayıram ki, bir qısaca onun poemasından burada gətirəm, amma üzrxahlıq edirəm da o Ay Kərimidir. Ay Kərimin özünə görə xas bir ədəbiyyatı vardır. O ədəbiyyatla mən sizdən üzrxahlıq eləyəcəm. Bir dənə poeması vardı ki, quşlar cələsə qururlar meşəlikdə. Deyirlər ki, da biz şeirin sultanlığından çıxmalıyıq, özümüzə bir dənə sultan seçməliyik. Deyirlər ki, çox yaxşı, quşlar bu cələsədə yığışırlar, bir demokrasi keçidirlər, o demokrasinin içindən nəhayətdə qarğıya rəy verirlər. Qarğıya ki, bunlar
rəy verirlər. Yox, Mövlana da gətirdi o Məsnəvidəki qarqarlıqdan çox ömür istəyirdi. Ki, onun etiraz eləyir Allah, deyir ki, ömür bişəmdə ta boh mixorəm. Sən ömrün çoxluğunu neynəyəcəksən burada? Sən qarqasan da. Yox, deyir ki, qarqa deyir ki, xop, siz şimdi məni seçdiniz. Bu seçməyə görə mən özünüz bilirsiniz də, saat 4-dən, sübh tezdəndən duraram. Şimdi çox üzr istəyirəm, pox yeməklikdir. Siz də mənə baxıb, hamınız başlayıb yiyəcəksiniz. Bunlar başlayırlar yeməyə, da görürlər ki, etiraz gəldi. Etiraz gələndə gəlirlər qənarın yanına, gəlirlər hod-hodun, buppunun yanına. O buppu orada bir dənə qəşəng söz deyir. Deyir ki, əhli kəmal-u mərifət qüssəni çox yesin gərək. Qarqa vəkil olan quşun əcridir, pox yesin gərək. Bu ayə Kəriminin ədəbiyyatı idi. Mən qabaqcandan üzrxahlıq elədim sizdən. Ona görə nə və nədir? Təəssüflər olsun bir para yurt dışında olan selebritilər qarqa sifət insanlara gedib vəkalət verirlər və vəkil seçirlər. Yurt işində olan vəkillərimiz də, yəni burada da olanlarımız da serçəbeyin olaraq bir para şeylərdən göz örtürlər. Nümunəsi büdcəyi 1402-ni məclisdə bağlayanda İsfahanın büdcəsi 5 ustanın İsfahanın Azərbaycanınkindən, Ərdəbildən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Həmədandan büdcəsi çoxdur. Buna nə o vəkillərdən çağırış var, nə bağırma var, nə bayılma var, nə baydırma var, bir şey yoxdur. Yəni o da bizim Kəriminin şeirinə raci. Mən Ay Alişidən çox təşəkkür edirəm ki, keçən seri bu qolu kəsik Zahidin nağılını mənə təklif elədi ki, mən bunu aparam qabağa. Bu əsasda bu kişi çox nazənin bir insan. Baxın ki, mən onun istəklərinə toxunmuşam bəzi yerlərdə. Mən Süxənranı eləmişəm, Hafizi Məsihi tanıtdırmışam, şeirlərindən çıxartmışam. Demişəm, Hafiz müsəlman aləmində bir dənə Məsihi şair olubdur və dəlailimi də gətirmişəm. Bu adamın sevgisi ki, Hafiz olaraq və o söhbətlərə qulaq asaraq ya Səədini çox istəyibdir. Mən Səədinin mütənəbbi şairindən nə mənə uğurluq eləyibdir, çıxaldı beşiyəm, onun hamısını çıxartmışam Süxənranlımda, eyləm eləmişəm. Demişəm, eynəm bunu mütənəbbidən götürüb və adres verməyibdir bu adam. Ba həmə bu əhval, bu adam o qədr məniüttəb insan olub ki, Voltaire kimin deyib ki, gəlsin filan kəs, nə mənədir, burada danışsın. O babətdən mən təşəkkür edirəm. Xoş, gəlirik nağıla. Nağıl Şeyx Əqtənin nağılıdır. Şeyx Əqtənin nağılı demək olar ki, demək olar Mövlanadan gəlib bunu soruşaq. Deyək ki, sən bu nağılı niyə açdın bizə? Bu nağılı sən niyə dedin? Hardan bu sənin zehnində coşdu bu nağıl? Yəni, nağılın bir coşqunluğu vardı ki, Mövlana üçün mürəttəb hücum-ı məanidə idi. Bu anlamlar buna həmlə gətirdilər. Ona görə o tədayi məani hər ləhzə buna fərqli nağıllar gətirirdi bunun zehninə. Ona görə bu nağılın coşqun yeri o yerdədir ki, o şagirdlər ki, müəllimi alladırlar qabaqçı nağılda mərz eləyəcək, evdə yatır. O nağılın axırında bu beytlərə yetişir ki, ey bəsa mərd şüca əndər hirab ki beborrəd dəst ya payəş zirab. Beyt 1605-ci daha dəftərdə. Dəftəri sevvumdur, 3-cü dəftərdə. Bəli. او همان دست آورد در گیر و دار بر گمان آنکه او هست برقرار. Bir dənə cəsur insan bəs ki döyüşdə
əli kəsilir, qıçı kəsilir, amma bilmir. Bir ləhzə əlini təkan verir. Fikir bəlkə əli yerindədir, ya qıçı yerindədir. Təkan verir onu. O qıç ya əli ki yerindədir və təkan verir, o təkan vermək Mövlananı yadına salır ki, belə bir nağıl var idi, bir şeyxi var idi ki, qolu kəsildi, o əhd-i peymanı ki qurmuşdu, o əsasda onu sındırdı. Nə oldu? Bəran ki bu millətin içində bədzənn olmasın, buna mücəddədən qol verildi kəramət əsasında. Və bunu da xəlqə göstərildi ki, bu adam görürsünüz də qolu gəldi yerinə. Xoş. Pəs nağıl oradan başlayır. Nağılın sonrakıları da var. Yəni siz o 3-cü dəftərə baxsaz, o kəsiklərdən ki qol kəsilir, Mövlananın yadına düşür ki, bəli, Quranda var ki, o sahirlər ki gəlirlər Fir'on zamanında, dururlar Musanın ordugahında və Fir'on deyir ki, لَأُسَلِّبَنَّكُمْ فِي جُزُوءِ النَّخْلِ və لَأُقَتِّئَنَّ əydiyəkum və ərcələkum. Düzdür götür. Mən yəqinən sizin qol qanatınızı kəsəcəyim. O nağıldan da sonra o kəsmələr gənə Mövlananın yadına düşür və o nağılı başlayır ondan sonra. Sonra o nağıldan sonra, o kəsmələrdən sonra Mövlananın zehninə gəlir ki, xob indi bu kəsiklər ki gəldi, bu kəsiklərdən sonra aya imkanı ehya vardı bunlara, bu üzvlərə. Bəli, Quranda o xəri Uzeyr ki vardı, Uzeyr zahirən nübüvvət caygahı da vardı ki, bir qəbristandan keçən orada şək eləyik ki, bunlar nəcür dirilər, 100 il bunu yuxu yaparır və bunun əcza pusidə və mücəddədən bunların düzəlməsi deyib, xob, bəli, bu Quranda da vardı, ola bilər. Oradan yenə Mövlananın yadına düşür ki, əgər xəri Uzeyr belə olsa, Quranda olsa, Qurandan eşdə də ola bilər belə nağıllar. Gətirir Şeyx-i Zərrin nağılını deyir. Bir şeyxidir ki, kördür, heç yeri görmür. Amma Quran oxuyanda gözü açılır, Quran oxuyur. Gəllə baxırlar, görürlər ki, təkcə bu Quran oxuyanda bunun gözləri açılır. Orada da o nağılı idamə verir. O nağılı idamə verəndən sonra bir dənə o Məsnəvinin o dərin nağılları ki, Şeyx-i Dəquqidir, həman bu dəftərdədir. Qovmi digər mişənasəm zəvliya ki, dəhanşan bəstə başəd əz dua. Bir qovmudurlar ki, bunlar heç vaxt dua eləmirdilər. Deyirlər, dua gedir, qəzanı təğyir verir. Ona görə biz məqam-ı rizad olmalıyıq. Mövlana gəlir, o nağılı başlayır. Yəni, mən istədim o konteksi ki, nağıl coşur Mövlananın zehnində və hardan hara gedir, birinci onu sizinlə ortalığa qoyam. 1685-ci beytidə demək olar ki, nağıl başlayır. Siz məsnəviz olsa baxa bilərsiniz. 1685-ci beytdə. Şeyhnə, mən nağılın axır qismətləri, çünki Alişi biraz tozih vermişlər, axır qismətlərinə gəlirəm. Şeyhnə Ahməd Pabirehni Ozrxav ki, nə danistəm, Xuda bər mən qova. Şeyhnə ki, gəldi bunun qolunu ki, kəsirlər, o şeyxi ki, tanıdı orada. Dedi ki, mən bilmədim da mən bu işi gördüm. Söyləyirdi, vay mənə oldum yalan, sovururdu başına qəmdən saman. Hin behel kon mərmərazin kar zeşt, ey kərim o sərvəri əhli behişt. Məni helal eləcinin da biz bu işi gördük. Ey behişt əhli məni gəl qarqıma, qadanı Allah salaydı canıma. Goft میدانم səbəb این نیش را میشناسم من گناه خویش را. Şeyx dedi, mən bilirəm bu hardan mənə dəibdir. Yaxçı, dedi zahid darğaya batma qəmə. Bilirəm mən daş dəyir hardan mənə. Mən bilirəm ki, nə ittifaq şu. Mən şəkəstəm hürməti əyman-ı o. Pəs yəminəm burd dadistan o. Mən o and içmişdim, o andıları sındırmışam. Oradan mənə dəibdir. Söz peymandır, əhd-i peymandır, bağlanır. Peymanı mən sındırmışam. O kələmə ki var, dər vaqa, bir dənə özü peymandır. Çünki mən sındırdım andın hörmətin, haqq mənə bildirdi andın qiymətin. Qədim tühlərin içində and içmək bir para o kutsal şeylər olurdu. Məsələn,
gələrlər birdən Allah and içələr, Tanrıya and içələr, ya birdən indi müasirdə birdən görsən Əbülfəzə and içir, filan eləyir. Bu nə mənadır? Qədim bizim andılarımızın içində məsələn ananın sütünə and içəydilər. And olsun anadan əmdiyim sütə. Yəni bunun o qədər hörməti var idi ki, bu cür gəlirdilər. Əgər qərar olsaydı and içilsin, ona and içirdilər. Mən şikəstəm əhdu, danistəm bədəst, ta rəsidən şumi cürət bedəst. Ədəbin çün bilmədim mən əhdinin, oğanı oldum. Oğan yəni hədəf. Oğanı oldum bu üzdən qəhrinin. Mən o əhdin demək olar ədəbini ki bilmədim, da amacı onun həməlatı mən qərar tapmışım. Əzizlər, əhd kələməsi xub Quranda çox gəlibdir. Yaxşı, hətta Quranda var ki, onlar ki Allahın əhdini sındırırlar, onlar xasirdirlər. Əl-ləzinə yənquzunə əhdəlləh min bə'di misaqihi ulaikə humul xasirun. Əhd xub çox önəmi var, çox mühümmüdür. Amma Mevlana deyir ki, bir dənə birinci əhd var ha, o birinci əhd sizin yadınızdan çıxmasın. Həman o aləmi ələstidə hamı yığışır ondan bir dənə qol alır ha sizdən. O ələsti, birinci peyman orada bağlanıbdır. Calibi budur ki, mən Divan-ı Şəmsidən çıxartmışam ki, Mevlana deyir ki, birinci o adamlar ki, o ələstidə əl qavzadılar və gəldilər o peymana, əllərini qatdılar, Təbrizdən idilər. در آن روزی که در عالم الست آمد ندا از حق بده تبریز از اول بلی گویان الستش را. Təbrizə birinci caygah verməlisən. Çünki onlar getdilər orada, o peyman ondan deyib bağladılar. Ey əcəb, an əhd an sovgənd ku, vədə های an لب چون قند کو. گر فراق بنده از بدبندگیست، چون تو با بد بد کنی پس فرق چیست؟ ای حریفان بت موزون خود، من قدح ها می خورم از خون خود. ای جفایت ز راحت خوبتر و انتقامت ز جان محبوبتر. ماتمت این است سورت چون بود، نارت این است نورت چون بود. نالم و ترسم که او باور کند و از کرم این جور را کمتر کند. عاشقم بر قهر و بر لطفش بجد، بوالعجب من عاشق این هر دو ضد. این نه بلبل، این نهنگ آتشی است، ناخوشی های عشق او را خوشی است. بند کن چون سیل سیلانی کند، ورنه رسوایی و ویرانی کند. من چه غم دارم که ویرانی بود، زیر ویران گنج سلطانی بود. من چو لب گویم لب دریا بود، من چو لا گویم مراد لا بود. من ز شیرینی نشینم رو ترش، من ز بسیاری گفتارم خموش. تا که شیرینی ما از دو جهان، در حجاب رو ترش باشد نهان. Ona görə Mevlana əhd və peymana Məsnəvidə çoxlu yerlərdə ona baxım eləyibdir. Siz xatirinizdə olsaydı, biz söhbətlərimizdə deydik ki, Maidə surəsi Qur'anın sonuncu surəsidir demək olar. Ümumi müfəssirlərin də nəzəri budur. Əgər biz İslamın son sözlərini axtarsaq, Maidə surəsində tapmalıyıq. Maidə surəsinin birinci ayəsi əhdlə başlayır. Ya eyyuhəl-ləzinə amən, ufu bil-uqud. Ey möminlər, əhd və peymani ki bağlanır, siz onlara vəfa eləməlisiniz. Gərək boyun əyəsiz də. Şəhriyar nə mənə deydi? Ayə ərəbi. əhد و پیمان تو با ما، وفا با دگران ساده دل من که قسمهای تو باور کردم. پدرت گوهر خود را به سر و زیم فروخت، پدر عشق در آمد که در آمد پدرم. Bu əhdin barəsində Fuzulinin də sözləri var idi. Tərk mehr etdin, təriqi zülmü tutdun aqibət. Əhdlər, peymanlar etmişdik, unuttun aqibət. Könlüm aldın, bəhasın verəsən nəqdi vəfa. Mən canımı, ürəyimi vermişdim sənə, səndən bir vəfa istəyirdim. Etmədin əhdə vəfa, quluna qıldın inkar. O peymanı sən neynədin? Yerinə vurdun. Xub, 1690-cı beytidən davam edirik.
دست ما و پای ما و مغز و پوست، باد ای والی فدای حکم دوست. ət, dəri, baş, göz, qulaq, varlıq bütün, o şahın olsun fədası hökmünün. قسم من بودین تو را کردم حلال، تو ندانستی تو را نبود وبال. Mən qismətim buydu, sən niyə narahatsan o şeyh niyə deyil? Mən sənə helal elədim, get helal etdim səni. Bu sən, bu yol, bu yazımdaydı, mənim olma məlul. Mənim yazımda, qismətimdə buydu. وان که او دانست او فرمان رواست، با خدا سامان پیچیدن کجاست. Bir adam ki bu düşünceye çatar ki fermanrevayı mutlaq odur, ondan dolaşmaq, bu bəhslər nəyə gələr, nə kar var bunun? İşinə heç kim qata bilməz əlin, o bilər bircə, nə etsin, neyləsin? ای بسا مرغی پریده دانه جو، که buriده حلق او هم حلق او. Çoxlu quşlar var, onun boğazları, ondan boğazlarını kəsibdir. Onlar ceyiblər, dən dalısıca, təliyə düşüblər, başları kəsilibdir. Ey bəsa şəhra bekuşte fərr u. Ayrı yerdə var məsələn. Ey bəsa şəhra bekuşte fərr u. Düşmən tavus آمد پر او. Axı ola bilməz. Ayı döktürünə də danışırdıq. Sən تو خوری حلوا تو را دنبل شود. و داستان ماویه و شیطان. تو خوری حلوا تو را دنبل شود. تب بگیرد طبع تو مختل شود. بیگناه لعنت کنی ابلیس را، چون نبینی از خود این تلبیس را. آخ sən gəlsən şirin şey yeyirsən, üzvə cuş çıxır. Lənət eləyirsən şeytana. Ya sən bu lənətin yeri yox ki, özvə lənət eləyəcəksən. Təlbis sən öz içindəsən. Ta zamanı ki sən özün xeyrinlə şərri coşlandırırsan, çaldırsan eşiyə, özlüyündən çıxır eşiyə sən. Budur burada. صد هزاران دام و دان است ای خدا، ما چو مرغان حریص بینوا، هر زمان پابسته دام نویم، هر یکی گر باز و سیمرغی شویم. میرهانی هر دمی ما را و باز، هر یکی گر باز و سیمرغی şəvim. Düzdür ayı qəmsə var. Qədim dədə-baba sözlərimizdə də var idi, oba sözlərimizdə də var idi ki, deyərdilər ki, söz vermək asandır, yerinə gətirmək çətindir. Yəni o sözünlə, əməlin münasibətindən. Söz danışıqdan keçər. Nə danışıbsan söz. Verdiyin anda bax, gördüyün işə bax. Da bizim o ammə ədəbiyyatımızda. 1694-cü beytidir. Ey bəsa murği zəmədə vəz məğəs, məğəs yəni qarın sancı. Ey bəsa murği zəmədə vəz məğəs, bər kənar bam məhbus qəfəs, acqarın hördü qəfəs, minlər quşa, nuş gətirdi banlamaq, şor bayquşa. Banlayır, quş banlayan kimi bayquş şeyini tutur yiyir. Sən banlama, o da girib sən yeməsin də. ای بسا ماهی در آب دوردست، گشته از حرص گلو مأخوذ شست. خب çəngəl atırıq balıq tutmağa, balıq gəlir xəmiri görür, o toğməni görür, düşür orada gedir. Mevlana misallar da bunlar. Tutulur xeylək, tutuq verməz balıq, qarnına xatır olur candan yazıq. Qarnına xatır bu təliyə düşür. ای بسا مستور در پرده بوده، شومی فرج و گلو رسوا شده. Örtülü var ki eşitmez quş səsin, lik yırtar alçaq istək pərdəsin. Ey bəsa qazi hebr نیکخو، از گلو و رشوتی او زرد رو. Bəsa görsənib ki bir qazi alim fərhiixdə, نیکو xesal, amma gəlib rüşvətə düşübdür. Düşüb, hər şeyi təbah eləyibdir. Ay nə çox ərdəmli vardı qazilər, üzünün lakin suyun rüşvət tökər. Bunun üzünün suyunu bu qazının rüşvət tökübdür. Bəlkə در هاروت و ماروتان şərab, از uruc çərxşan şud sədd bab. Harun و Marut o firiştələr ki gəlmişdilər ki, allanırlar bunlara
در واقع şərab verilir ki, Mevlana gətirir orada. Zahirən bir İsrailiyyatın təviliyatındandır bunlar. Boğdu Harut ilə Marut yolun, göylərə şəhvət meyin etdi oyun. Bayezid از بهر این کرده اعتراض دید در خود کاهلی اندر نماز. Namaza ta anlandı ağrınmağın, Bayezid öz nəfsini kəsdi payın. از səbəb əndişə kərdan zulubab, did illət xordən besyar əzab. Bayezid gördü ki, namazda tənbəlləşibdi. Dedi, bunun illəti nə ola bilər? Şayad illəti bundan olar ki, mən çox su içirəm. Məsələn, ondan bir ləzzət aparam. O ləzzətdən qəzzalı da deyil də. Deyildi, bu dünyada siz nə qədər ləzzət aparsınız, orada nə qədər o ləzzətlər sizin əlinizdən alınır. Ona görə suyu çox sərin içməyin. Elə velərmi ki, çox sizə ləzzət verməsin. Yol گفت تا سالی نخواهم خورد آب آنچنان کرد و خدایش داد تاب başa baş su içmərəm bir il dedi haq dayaq oldu sözündə bərçidi این کمینه جهد او بود بهر دین گشت او سلطان قطب العارفین daşa dəydi dininə xatir başı oldu dibdə bəlli ariflər başı. Xub belə iş gördü, bir miqdar suyu özünə təhrim elədi və Mevlana deyir ki, bu قطب العارفین oldu. چون بریده شد برای حلق دست مرد زاهد را در şikva ببست. Özü özünə şikva qapısını bağladı. Deyir, xub da mən bilirəm ki, nəyə görə mənə bu zərbə hardan dəydi. Çün kəsildi boğaza xatir əli dinmədi zahid şikayət eyləsin. Şeyx əqtə gəş naməş piş xalq کرد معروفش بدین آفات حلق. Bunun adı da millətin içində Şeyx Əqtə qaldı. Ad qaldı Əl-Kəsik. Zahid onun seyrinin göstərdi bu başdan sonun. Xub, Mevlana bilirsiniz, xalq ilə xalqını bunların içində çox işləyir də. O bir dənə təmsili şey var ki, Məsnəvidə var, deyir ki, aləmi xəlq eləməmişdən qabaq Allahın yanında bir para qocalar vardılar, pirlər vardılar. مشورت جد onlarına. مشورت میرفت در ایجاد خلق جانشان از بحر قدرت تا به حلق. چون ملائک مانع آن میشدن بر ملائک خفیه خنبک میزدن. Bu firiştələr gəldilər, etiraz elədilər ki, xub sən bundan niyə yer aldırsan? O pirlər şoradaydılar. Ta xalq qudrətə geçmişdilər deyə onlar neynədilər? Xofya xonbək vurdular. Yəni puzxənd və rişxənd elədilər bunlara. در عریش او را یکی زائر ببافت کو به هر دو دست می زنبیل bafت. Örüşdə də, örüşdə yəni o həsirdən düzələn balaca ev. Örüşdə bir nəfər görür ki, bu şeyx در واقع qolu ki kəsilidir, amma qolu kəsik deyil. Kəlli başlayıb zəmbili toxuyur. Bir nəfər gördü çəpərdə zahidi iki əlli toxuyanda zəmbili. گفت او را ای عدو جان خیش در عریشم آمدی سر کرده پیش. Səs-səmirsiz dedi ey candan بزن buraya gəldin niyə bildirmədən این چرا کردی شتابان در سباق. گفت از افراط مهر و اشتیاق. Dözmədim səndən sarı mən neyləyim, səs-səmirsiz olsa da bu gəlməyim. Gizlin gəldim sənə görə, dedim görüm sən vəziyyətin necədir burada. Pəs təbəssüm کرد و گفت اکنون بیا لیک مخفی دار این را. Ey kiya, bunu gizlət da, bunu millətin içində demə. Könlünü sıxma dedi əyləşinən, gizli tut lakin işi bildirmədən. Ta nəmirəm mən məqu in ba kəsi, ni qərini, ni həbibi, ni xəsi. Bunları heç kimə sən deməcinən. Ta varam mən, ağzın olsun bütün, salma bu sirrin özündən örtüyün. بعد از آن قومی دگر از روزنش مطلع گشتند بر بافیدنش. O bacadan bir paralar gəldilər, gördülər ki, bəli, bunun bir sırrı vardı və bu kəlli neyniyir? Orada bunu toxuyur. Qalmadı, lakin xəbərsiz özgələr sırrının düşdüyü özündən örtülər. Gofت hikmət را تو dani کردگار. Mən konəm penhan, to kərdi aşkar. Bu sənin bir hikmətindir. Mən çalışırdım bunu gizlədəm. Amma sən özün bunu attın eşiyə. Eşiyə saldın dedi, ya Rəbb işi, batıranmaz hikmətə heç kim dişi. آمد الهامش که یک چندی بودند که در این غم بر تو منکر می شدند. Axı deyir, mən gərək, Tanrı deyir, Allah deyir, mən bunu gərək atardım eşiyə. Çün bir tədət daha gəldilər də səni münkür olurdular.
danırdılar. Mən bəlkə səni danmasınlar, neynədim? Hikmətlə bunu çıxartdım bu kəraməti eşiyə. Bilirsiniz, kəramətdə bir dənə ağır güc var. İslam aləmində heç müsəlman bir fəqihin tövsiyələri ilə gəlib müsəlman olmuyor. İslamın bəsdə coğrafiyası və tarixisi bütün ariflərin əlindən olubdur. Bu ariflərdə bir balacana bunlarda demək olar kəramətləri görsənibdir. Bu kəramətlərin əsasında bunlar nə ediblər? Ağlayıblar, bir qovm, bir el, oba yığışıb gəliblər, bunlar müsəlman olublar. Ümumiyyətlə dinlərdə bu cür olubdur. Misal üçün bir nəfər var, Şah Cəlal Təbrizi adında. Bu bir dənə arif idi Bengalda. Bu bilirsiniz də Hindistan demək olar müsəlmanların ağır cəmiyyətini daşıyır. Onun Bengal qisməti təkcə bu adamın əli ilə gəlib müsəlman olur. Şah Cəlal Təbrizi orada bir kəraməti xərcə verib, millət də buna baxıb ağlayıblar, gəliblər, bunlar neyniblər, müsəlman olublar. Ya bir də məsələn Hulaku xan kimi adam gəlirdi bu ölkəyə. Bunlar əvvələn düşüncəli adamıdırlar, qəddar adamıdırlar. Bunlar bəhslərdə də kəm gətirmirdilər. Bunlar məsələn bir dənə kəramət görürlər. Deyirlər zahirən elə bir iki dənə ariflər girirlər odun içinə, salim çıxırlar eşiyə. Hulaku xan baxır və neyini oradan gəlir, müsəlman olur. Yəni moizə ilə də oturublar orada iki nəfər ona moizə verə deyəsən cə müsəlman olur deyib baş üstə mən də gəldim. Abaqa xan bir dənə kəramət görür. O da gənə gəlir neyniyir? İslama üz döndərir. O əsasda kəramətin özünə görə bir dənə caygahı vardı ki, Mevlana deyir ki, vəli insanlara bəzən bunlar verilir. Verilir ki, ta bu seyr-i aləmdə bunlar neynəsinlər? Köməklik eləsinlər. Çون be nəzdiki vəliyyullah rəsəd, an zəban-ı səd gəzəş kutəş şəvəd. Kəramətdə elə budur ki, yaxınlaşsan, sən tamam sözlərin neyniyir? Onların yadından çıxır. Əzizlər, bu nağıl ki, gəlir, nəhayətdə mən üçün fürsət azdır, bu 2-3 dənə o axır beytlərindən oxuyum sizə 1712-də. آمد الهامش یکی یک چندی بودند که در این غم بر تو منکر می شدند. من gördüm ki sənə münkir olurlar که مگر سالوس بود او در طریق که خدا رسولش کرد اندر فریق. Mən istədim deyəm ki sən salus deyildin və o əsasda haqq qapısını mən sənə açdım. این کرامت را بکردیم آشکار که دهیمت دست اندر وقت کار. خب تقریبا bu nağıl elə bu həddə neynir? Qutarır o axır beytlər ki var vəhm təfriq sər و پا از تو رفت دفع وهم اسپر رسیدت نیک زفت. Mən istədim səndən bu təvəhhümü də götürəm ki təfriq, parçalanmaq, qol, qış getmək, əprimək, aradan getmək bunlar der vaqa hava sözdülər. Bunlar biz istəsək neyniyə bilərik? Ortalığa gətirə bilərik. Meydana gətirə bilərik. Əzizlər, bu nağıla oxşar məsnəvidə nağıllar da vardır. Məsələn, o dastanı nəsuh və onun tövbə eləməsi. Əhdi ki sındırır, gəlir. Bu nağıl da ona bir oxşardır. Hər ki kərdəm cümlə nakərdə gereft, taət nakərdə avərdə gereft. Həmço sərv و سوسنم azad کرد, həmço bəxt و dövlətəm elşad کرد. O yerdə də deyirlər nəsuhun axtarmayın, hər şey tapıldı. Orada Mevlana bu beytlər gətirir. Namı mən در نامه پاکان نوشت. دوزخی بودم ببخشیدم بهشت. بهشتی mənə bağışladılar. Ah کردم چون رسن شد آه من. گشت آویزان رسن در çah mən. Mən elə bir ah çəkdim ki, bu ah bir dənə böyük kəndirə ipəçöndür. Məni quyunun tərkindən neynədi? Çəhdi eşiyə. Bu bir dənə nağıldır. İkinci nağıl, o bir aşıq vardı. 6-cı dəftərdə olmalıdır ki, aşıqi budə است در ایام پیش پاسبان عهد اندر عهد خویش سالها در بند وصل ماه خود شاه مات و مات شاهنشاه خود گفت روزی معشوقش که امشب بیا که بپختم بهر تو من لوبیا. Ki zərurət vəznində Mevlana lubyan gətirir.
در فلان حجره نشین تا نیمه شب، تا بیابم نیمه شب من بی طلب. مرد قربان کرد و نانها بخش کرد، چون پدید آمد مهش از زیر گرد. شب در آن حجره نشستان گرمدار، بر امید وعده آن یار دلدار. بعد نصف اللیل آمد یار او، صادق الوعدانه آن دلدار او قراره یتشیر عاشق خود را فتاده خفته دید. اندکی از آستین او درید، گردکانی چندک اندر جیب کرد. که تو طفلی gir in mi baz nerd. Sen ahdi ve vefa elemedin, yattın. Ona göre bu cirgeçlenler senin, sen bu oynamağa meşgul ol cunan. چون سحر از خواب عاشق برجهید، آستین و گردکانها را بدید. گفت شاه ما همه صدق و وفاست، آنچه بر ما میرسد هم آن ز ماست. گردکان ما در این مطعن شکست، هرچه گوییم از غم خود اندک است. آزلا چندین صلای ماجرا، پند کم ده بعد از این تو ماجرا. من نخواهم اشوه هجران شنود، آزمودم چند خواهم آزمود. Mənim vaxtım qurtarır. Mən xoşlurdum ki, biz bir bəhs açmışdıq İrfan Milli adında. Bir para əzizlər suallar soruşmuşlar və bu İrfan Milli nə mənədir? Onun barəsində danışacaqdıq. O qalsın bir ayrı fürsətə. İcazənizlə bir dənə balaca bir qəzəllə Şəms divanından mən sözlərimi sona verirəm. بشنیدم که عزم سفر می کنی مکن، مهر حریف و یار دگر می کنی مکن. تو در جهان غریبی غربت چه می کنی، قصد کدام خسته جگر می کنی مکن. از ما مدزد خویش به بیگانگان مرو، دزدیده سوی غیر نظر می کنی مکن. ای مه که چرخ زیر و زبر از برای توست، ما را خراب و زیر و زبر می کنی مکن. چه وعده می دهی، چه سوگند می خوری، سوگند و عشوه را تو سپر می کنی مکن. کو عهد و کو وثیقه که با بنده کرده ای، از عهد و قول خویش عبر می کنی مکن. سال است.